Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bugün bu videoda sizə 18 iyun 2025-ci ildə sertifikasiya imtahanının suallarının izahını verəcəyəm. İzaha keçməzdən öncə bugün imtahanda iştirak edən, uğur qazanan müəllimlərimizin hər birini təbrik edirəm. Sizin bu uğurunuz inşallah ki, iyun ayının 20-sində imtahan verən müəllimlərimiz üçün də motivasiya olsun, onların da uğur qazanmasına səbəb olsun. Gəlin başlayaq sualların bir-bir izahına. Birinci testimiz numeral testidir. Sayla əlaqədar olan bir test tapşırığıdır. A variantına baxsaq, biz burada the first and third adult passenger sözünü görürük. Deməli, birinci və üçüncü sərnişinlər. Yəni, bir sərnişin eyni zamanda həm birinci, həm üçüncü ola bilməz. Deməli, burada 2 nəfər sərnişindən söhbət gedir. Ona görə də passenger sözü cəmlənməlidir. B variantına baxırıq. Burada biz two-third görürük və bilirik ki, kəsrin sürəti 2 və 2-dən çoxdursa, məxrəci cəmlənməlidir. Two-thirds olmalı idi, ona görə B də yanlışdır. C variantına baxırıq. They fought for at least 3 quarters olmalı idi. Yenə də kəsrin sürəti 2 və 3-dən çox olduğuna görə, 3 olduğuna görə quarters sözü, yəni məxrəc cəmlənməli idi. D variantında one-third görürük və sürət 1 olduğuna görə məxrəcin cəmlənməsinə ehtiyac yoxdur. Of America's rivers. Rivers cəmdə olduğuna görə have changed özünü göstərib, uzlaşmamız da düzgündür. Doğru variantımız D variantıdır. Y variantında isə only 3 of the working women olmalı idi. Çünki tək canlının 3 dənəsi yox, cəm formada işlənmiş canlının 3 nəfəri ola bilərdi. Woman olsa düzgün olardı. Y yanlışdır. İkinci testimiz gördüyünüz kimi pozitiv testidir. Deyilir ki, Peter, sənin saçın uzanıb, gərək kəstirəsən və yaxud da kəstirməlisən. Baxırıq A variantına, getdən sonra biz cansız görürük. Bilirik ki, getdən sonra cansız gələndə verb 3 quruluşu olmalıdır. Ona görə A yanlışdır. B variantında have görürük və have, it, cut bu düzgün formamızdır. C variantında you must, has olmaz. Çünki must modal feilindən sonra feilin birinci forması gəlməlidir. C yanlışdır. D variantında have, it, to cut olmaz. Yenə də have-dən sonra cansız gəlibsə verb 3 olmalıdır. Y variantında da yenə has yanlışdır. Üçüncü testimizə baxırıq. Düzgün noun phrase seçməliyik. Bu da a set of rules olan variantımızla uyğunlaşır. Yəni, bir düzüm qayda, bir toplum qayda, qaydalar sözü cəmdə qalır, amma a set bir düzüm mənasında təkdə olduğuna görə qeyri-müəllik artiklı da veririk. Dördüncü testimiz əvəzliklə bağlı olan bir test tapşırığıdır. Burada bəzi quşların yuvalarından danışılır. Quşlar sözü cəmdə olduğuna görə biz onun yiyəliyini Z formasında verməliyik. Ona görə A-la D-ni çıxırıq. İkinci tərəfdə biz years görürük və burada a few var. Həm B, həm C, həm Y variantında. Amma B variantında quiet var. Quiet sakit sifətidir. Yəni, olduqca mənasında istifadə olunan quiet sözünün sonu i hərfi ilə bitir. Sonu t hərfi ilə bitən söz isə sakit deməkdir. O, olduqca mənasında işlənən bir zərf deyil. Ona görə B yanlışdır. C variantında only few yox, only a few olardı. Çünki only miqdar sözlərinə e artiklı ilə birləşir. Only a few, only a little formasında. C yanlışdır, Y düzgünümüzdür. Beşinci testimiz quantifiers ilə bağlı olan bir testdir. Nöqtələrdən sonra words görürük, cəm isim. Ona görə match olan variantı biz birinci növbədə çıxırıq. A lot olan variantı da çıxırıq, çünki ismin qabağında a lot gəlməz. Və saç da many-yə birləşməz. Many, much, little, few miqdar sözlərinə so birləşir. Saç yox. Hələ ki, so many birinci tərəfdə düzgündür. İkinci tərəfdə language sözünü görürük. Cəm isim olduğuna görə qarşısında ənazə gəlməz. Cavab Y variantı. Altıncı testimizdə yəli halı düzgün işləndiyi variantı tapmalıyıq. A variantında apostrof S-dən sonra working gəlib, feil gəldiyinə görə bu yəlik sayılmır, davam edici zamandır.
B variantında the Browns görürük. Soyadlar cəmlənəndə qarşısında the article işlənibsə, bu tam ailə adı bildirir və ailə adı bildirdiyinə görə, yəni Brownların yeni daxması mənasında S apostrof formasında verilməsi düzgündür. C variantında the windows glass yox, the glass of the window olmalı idi. Cansız isimlərin yiyəliyi ofla düzəlir. D variantında brother-in-law tipli mürəkkəb isimlərin cəm şəkilçisi həmişə canlıya artırılır, yəni brothers olmalı idi. Amma yiyəliyi apostrof S şəklində düzəlməlidir. Yəni laws sözünün cəmlənməsi yanlışdır. Biz cəm şəkilçini birinci tərəfə artırırıq canlıya, yiyəliyi isə ikinci tərəfə artırırıq, amma həmin söz cəmlənmədən, yəni law apostrof S formasında olmalı idi. Y variantında isə yesterday, today, tomorrow sözləri bildiyimiz kimi cəmlənməz. Bunun da yiyəliyi apostrof S şəklində olmalı idi. 7-ci testimizdə deyilir ki, budaq cümlənin növünü tapın. Budaq cümlənin növünü tapmaq üçün biz birinci növbədə bağlayıcını təyin eləməliyik. Bağlayıcımız da so zətdir. So zətə bitişik yazılanda adverbial clause of purpose yaradır. Ayrı yazılanda, yəni arasına söz daxil olanda isə adverbial clause of result olur, nəticə bağlayıcısı olur. Amma burada bitişik yazıldığına görə purpose-dir. 8-ci testimiz sifət testidir. Cümlənin mənası belədir ki, baxmayaraq ki, o varlı bir biznesmenin qızıdır, həyatımda gördüyüm ən acgöz insanlardan biridir. Birinci tərəfdə adi dərəcə verəcəyik. Nəyə görə? Qeyri-müəllik artikl işləndiyinə görə. Yəni, əgər o ən zəngin biznesmenlərdən birinin qızıdır demək istəsək, burada birinci tərəfdə the richest olmalı idi. Variantlarda da the richest olmadığına görə, deməli, burada rich sözü adi dərəcədə olmalıdır. O, zəngin bir biznesmenin qızıdır. İkinci tərəfdə isə one of olduğuna görə, I have ever seen olduğuna görə mütləq üstünlük dərəcəsi olmalıdır. Deməli, birinci tərəf adi, ikinci tərəf üstünlük A variantı. 9-cu testimizdə zərfin düz işləndiyi variantı tapmalıyıq. A variantında fəsli görürük. Yanlışdır, çünki fəsli quruluşu deyə bir quruluş yoxdur. B variantında deyirik ki, taste, sound, smell feillərində cümlə cansızla başlayırsa sifət vermək lazımdır. Ona görə burada bitə olmalı idi. Yox, əgər cümlə canlı ilə başlayırsa zərf vermək lazımdır. Burada da canlı ilə başlayıb C variantında. Ona görə carefully olardı. C yanlışdır. D variantında children sang happily. Bu düzgündür, çünki sang hərəkətli feildir və özündən sonra sərf gətiribdir. D düzgünümüzdür. Y variantında isə welcome hərəkətli feildən sonra friendly sifəti gəlibdir. Friendly əslində sifətdir. Biz onu zərfə çevirmək üçün mütləq şəkildə in a friendly way, in a friendly manner, in a friendly fashion tipli quruluşlardan istifadə etməliyik. 10-cu testimiz conditional mood-a aid bir test tapşırığıdır. Variantlara baxırıq və bilirik ki, if olan tərəfdə would gəlməz. Ona görə A variantını, D variantını çıxırıq. Digər tərəfləri tapmaqdan ötürü, məsələn, biz burada Y variantını da çıxmalıyıq. Çünki belonged keçmiş zamandır, ikinci tərəfdə gələcək zaman uzlaşmaya görə düzgün deyil. C variantında ona görə çıxırıq ki, əgər biz birinci tərəfə belong, ikinci tərəfə sell vermək istəyiriksə, house sözü üçüncü şəxsin təkində olduğuna görə belongs olardı. S işlənmədiyinə görə C də yanlışdır. B variantı isə düzgün cavabımızdır. Bu da bizim second conditionalımız olur. If the house belong to me, I would sell it. Əgər bu ev mənə məxsus olsaydı, mən onu satardım. Qeyri-real şərt budaq cümləsi. 11-ci testimiz zaman bağlayıcısına aid bir test tapşırığıdır. Testi işləməzdən əvvəl gəlin variantlara baxaq. Görək variantlarda hansı variantı biz uzlaşmaya görə çıxarda bilərik. Məsələn, A variantında birinci tərəfdə have finished var, ikinci tərəfdə came var. Yəni, bu deməkdir ki, indiki bitmişlə keçmiş sadə zaman, bu da uzlaşmaya görə yanlışdır. Daha sonra biz bilirik ki, before zaman bağlayıcısıdır və zaman bağlayıcılarından sonra bitmiş zaman gəlməz. Bircə dənə afterdən başqa. Afterdən sonra bitmiş zaman gələ bilər, qalan zaman bağlayıcılarımızdan sonra bitmiş zaman gələ bilməz. Ona görə ikinci tərəfdə had, came quruluşu da ümumiyyətlə yanlışdır. Yəni, hədləri biz çıxmalıyıq. B variantını, Y variantını çıxmalıyıq.
Yerdə C və D variantları qalır. Burada biz C variantında had came quruluşunu görürük. Bu quruluş yanlış quruluşdur. Ona görə ki, had həmişə verb-3-lə işlənir past perfect-də. Həm də mənası da uyğun gəlmir ki, yəni iclas artıq gəlmişdi. Yox, iclas artıq bitmişdi. Ona görə birinci tərəfdə biz had finished verəcəyik, ikinci tərəfdə isə came. Yəni sən gəlməzdən əvvəl iclas artıq bitmişdi. 12-ci testimizdə verilmiş cümləni passivə keçirtməliyik. İlk növbədə cümləni passivə keçirtmək üçün birinci olaraq biz tamamlığı tapmalıyıq. Tamamlıq da feildən sonra işlənir. Use feilindən sonra a lot of oil bizim tamamlığımızdır. Deməli, yeni cümləmizin mübtədası a lot of oil olacaq və ikinci addımımız isə zamanı təyin eləməkdir. Feilimiz burada use feilidir, indiki zamandır və a lot of oil uncountable noun olduğuna görə xəbərimiz də təkdə olmalıdır. İndiki zamanda is used Y variantı. 13-cü testimiz qısa təsdiq, qısa inkar cavabı aid olan bir test tapşırığıdır. Biz burada I had no görürük. Feilimiz had feilidir və bilirik ki, haddən sonra feil gələndə, verb-3 gələndə had köməkçi feil olur. Haddən sonra isim gələndə had olur əsas feil. Deməli, burada had əsas feildir və onun qısa təsdiq inkar cavabı heç vaxt özü ilə düzəlməz. Do, does'la, keçmişdə isə didlə düzəlməlidir. Had burada keçmiş zamandadır deyə, deməli didlə düzələcək və cümlədə no olduğuna görə cümlə inkar cümlə hesab olunur. Deməli cavab olacaq nor did my brother C variantı. 14-cü testimiz nida cümləsidir. Gəlin variantlara baxaq. What a nice boys olmaz. Çünki boys cəmdir, qabağında article, qeyri-müəllaq artiklı gəlməz. B variantında what nice boys has the woman yox, the woman has olmalıydı. Has axıra gəlməliydi. B yanlışdır. C variantında what a nice boy olmalıydı. Çünki boy sözünün artiklı itib. D variantında what nice boys the woman has D düzgünümüzdür. Y variantında isə what nice Z burada işlənməz həm də ki has axıra qalmalıydı. Y yanlışdır. 15-ci testimizdə deyilir ki, hansı cümlələr sadə cümlə deyil, yəni mürəkkəbdir. Baxırıq birinci cümləyə. I went, bir mübtəda xəbər. I felt, iki mübtəda xəbər. Deməli, bir cümlədə iki mübtəda xəbər varsa, bu cümlə mürəkkəb cümlə hesab olunur. Bir mürəkkəbdir. İkidə a person is, birinci mübtəda xəbər. Everything is, ikinci mübtəda xəbər. Bu da bizim ikinci mürəkkəb cümləmiz. Üçüncü cümləmizə baxırıq. She said, bu bir mübtəda xəbər. Başqa bu tərəfdə heç bir mübtəda xəbər yoxdur. Deməli, 3 sadədir. 4-də because of the bad weather, burada ümumiyyətlə mübtəda xəbər yoxdur. We mübtədamız, cancelled bizim xəbərimiz. Burada da bir dənə mübtəda xəbər olduğuna görə 4 də sadə cümlə hesab olunur. Doğru cavab 1-2. 16-cı testimiz vasitəli və vasitəsiz nitqə aid olan bir testdir. Baxırıq, she asked Peter, why don't you choose this book? Şəklində bir cümlə var. Baş cümləmiz keçmiş zamanda olduğuna görə budaq cümlədəki hərəkət mütləq dəyişməlidir. Yəni don't-u didn't-la əvəz eləyəcək və cümlə tamamlamada belə bir qayda var ki, tamamladığımız hissə mütləq mübtəda xəbər quruluşunda olmalıdır. Yəni nəqli cümlə strukturunda olmalıdır. Köməkçi qabağa keçməməlidir. A-da doesn't işlənib, zaman dəyişməli idi. B-də didn't qabağa keçib olmaz. C variantında she asked Peter why he didn't choose that book. Bax, bu C düzgünümüzdür. D variantında she said Peter why he didn't choose this book. This verilibdir, olmaz. Çünki verilmiş cümlədə this varsa, artıq biz onu keçmişə atanda this'i thatlə əvəz eləməliydik. D yanlışdır. Y variantında isə doesn't verilibdir. Cümlə keçmişə çevrilməli idi. 17-ci testimiz mübtəda xəbər uzlaşmasına aid olan bir test tapşırığıdır. Cümlə gerundla başlayıbsa, xəbərimiz təkdə olmalıdır. A düzgün cavabımızdır. B variantında the number of-un xəbəri təkdə olmalıdır. Has increased olmalıydı. C variantında a number of-un xəbəri cəmdə olmalıydı. Were olmalıydı. D variantında someone at the stables are looking yox, is looking. Çünki söz önündən əvvələ baxırıq. Someone tək olduğuna görə xəbəri tək olmalıdır. Ümumiyyətlə törəmələrin xəbəri təkdə olur. Y variantında swimming and reading. Biz bilirik ki, cümlə gerundla başlayırsa xəbəri təkdə olmalıdır. Amma gerund and bağlayıcısı ilə bir-birinə bağlanırsa iki gerund. Artıq xəbər də cəmdə olmalı idi. Ona görə Y də səhvdir. Cavab A variantı.
18-ci testimizə baxırıq. Deyilir ki, yağış yağır, biz gərək pikniki təxirə salaq. Burada ziddiyyət yoxdur. Ona görə biz zo və olzonu çıxmalıyıq. Burada nəticə də yoxdur. Əgər desəydik ki, yağış yağır, belə ki, biz pikniki təxirə salmalı olacağıq, yəni gərək salaq. Bu şəkildə olsa, so ikinci cümlənin əvvəlində verə bilərdik. Amma cümlənin başında bizə səbəb bağlayıcısı lazımdır. Yəni yağış yağdığına görə dediyimizə görə də burada since uyğun gəlir. 19-cu testimiz there is it is qaydasıdır. Baxırıq deyilir ki, burada much noise, çoxlu səs var. Deməli var kimi tərcümə olunduğuna görə və səs-küy mənasına noise sayılmadığına görə deyə vö yox, deyə voz olmalı idi. Deyə völəri biz çıxırıq. A-dan B-ni çıxırıq. Deyə voz, C və Y-ni saxlayırıq. It was-u çıxdıq D variantında. İkinci tərəfdə isə deyilir ki, səs-küylü bir yer idi. Artıq burada idi kimi tərcümə olunduğuna görə ikinci tərəfdə it was olmalıdır. C variantı. 20-ci testimiz preposition testidir. Talk to-la işlənir. Wait də for-la işlənir. Ona görə burada A variantı olur.